Mart ayının 31-i. Gəlmişəm bağa, yol üstü girdim. Daha tapmadım hardan indi. Malakan sayağı bir dənə kələm alım. Dedim alım da elə dükandan alım. Aldım. Bax bu. Malakan turşusu. Yəni dadı eşidirsiniz də rezin. Mənim çeynəmək olmur. İstehsalatçı baba bu. Bizim tarla. Sonra doğranmağına bir dənə fikir veriyorum. Bax doğranmağına. Bax arasından bir dənə kələm çıxıb üstündə bilməm çirkdir nədir bax belə bir şey. Sonra baba baxın. Bax necə oldu bax belə kələm doğrayıblar bunlar. Yaxşı bu adını onun Malakan turşusu qoyanda bir maraqlanın görün ki Malakan turşusu necə olur da. Yəni Malakan sayağı kələm necə olur. Ən aşağısı yəni birinci bunu düzgün doğramaq lazımdır. Daha doğrusu birinci düzgün kələm seçmək lazımdır. Sonra düzgün doğramaq lazımdır. Doğramaq üçün də bu dəqiqə insana lazım deyil əziyyət vermək. Xüsusi avadanlığı var. Sizdə istehsalatdır. Siz axı bunu eləyə bilərsiniz, düz deyil. Ümumiyyətlə birisi mənə ən toxunanı birisi nədir? Əziyyətlə pul qazanırıq. Min cür əziyyətlə də. O əziyyətlə qazandığımız pulu gedirik, veririk. Bax bir keyfiyyətli məhsul ala bilmirik. Başa düşürsüz? Bax bu siz də var istehsalçısınız da, monopolistsiniz demək olar da. Bu məhsulu keyfiyyətli eləyin də. Keyfiyyətli eləyin ki, biz alanda ləzzət eləsin də bizə də. Axı biz sizə keyfiyyətli pulumuzu veririk axı. Biz əziyyətlə o pulu qazanırıq axı. Siz niyə bizə keyfiyyətsiz məhsul verirsiniz, hə? Niyə? Bax söhbət ondan gedir. Yəni bu Malakan kələminin hazırlama öz üsulu var. Yəni siz gərək bu texnologiyaya uyğun gedəsiniz. Necə oldu Bas Məmmədi eləməyəsiniz. Qəlbdən qəlbə bu qədər.